Salam dəyərli tələbələr, hər vaxtınız xeyir olsun. Bugün may ayının 10-udur, artıq qəbul imtahanınıza son bir həftə qalıb və bu bir həftə ərzində nələr etməlisiniz, nələri yenidən nəzərdən keçirməlisiniz, bunlar barəsində danışmaq istəyirəm. Həmçinin də son günlərdə, yəni son həftədə bir imtahan həftəsi adlanır əlbəttə ki, son günlərdə tələbələr bir balaca psixoloji olaraq da gərgin olurlar. Bu gərginliyi aradan götürmək üçün nə etməlisiniz? Bəzi şeyləri oxuyum deyə, bütün şeyləri oxuyub aləmi bir-birinə vuran tələbələrimiz də var. Müəllim, bu üç fəndən bilmirəm məntiqə hazırlaşım, bilmirəm informatikaya, yoxsa xarici dilə baxım. Bunları bölüşdürə bilmirəm. Əvvəlcə başlamaq istəyirəm məntiq fənnindən. Məntiqdən birinci qəbul imtahanına imtahan verənlər, belə deyək, birinci qəbul imtahanına girənlər bilir ki, məntiqdən kifayət qədər yorucu, orta səviyyəli və asan səviyyəli suallar olur. Mən gözləyirəm ki, bu qəbul imtahanında da ən azı 3-4 dənə yeni tipdə bir sual olsun. Yəni, daha əvvəl magistr imtahanlarına düşməmiş bir sual gözləyirəm olsun. Amma bu olmaya da bilər. Ən yaxşı ehtimalda gözləyirəm ki, maksimum 5 dənə yeni sual ola bilər. Yəni, belə deyim də, sizlər üçün əlbəttə ki, bu pis ola bilər. Ən pis ehtimalda deyək o zaman 5 dənə yeni sual tipi ola bilər. Amma qalan suallardan yenə də təkrar, daha əvvəl qəbul imtahanlarında düşmüş təkrar suallardan yenə də müəyyən sayda düşəcək. Sadəcə bunun belə bir xüsusiyyəti var ki, məntiqdə təkrar düşür və yaxud da belə deyək də, biz o təkrar suallar işləyəndə demirik ki, filan ilin qəbuludur, mən bunu yaza bilərəm. Suala sual kimi baxırıq. Əlbəttə, tip olaraq əvvəlki illərdə işlədiyimiz olsa daha rahat əldə edə bilərik. Amma mətnin məntiqi təhlilinin və yaxud da hesab əməllərindən daha əvvəl düşmüş çətin tipdən bir sual olanda biz onsuz da onu yenə də düşünmək məcburiyyətində oluruq. Odur ki, o imtahanda fokuslanırıq nəyə? Daha çox sual yazmağa. Yəni, təzə suallardır. Narahat olmayın, təzə sualların sayı dediyim kimi 5-dən artıq ola bilməz. Çünki birinci imtahanda da mən saydım, görə biləcəyiniz maksimum 5 yeni sual var idi. Yəni 5 sual yeni idi. Qalan sualların əksəriyyəti təkrar suallar idi. Və yeni sual düşəndə bu o demək deyil, siz yaza bilməyəcəksiniz. Məsələn, akvarium sualı düşmüşdü. Tələbələrin bir çoxu akvariumu yazmışdı. Və yaxud da şəkil qatlama sualı var idi. Güzgülər qoyurdu. 1, 2, 3, 4. Tələbələrin əksəriyyəti bunu düz yazmışdı. Sadəcə deyirəm, həddindən artıq narahat olan tələbələr var ki, yeni sual düşsə yaza bilməyəcəm. Onlar üçün deyirəm ki, bəli, 5-dən artıq yeni sual olacağını gözləmirəm. Məntiqdən imtahanda nə etməli olduğunuzu həftə içə çəkəcəm. Əslində buna da çox ehtiyac duymuram. Sadəcə yenə də bəzi tələbələrin belə deyək, stresini azaltmaq üçün. Başqa da nə etməlisiniz məntiqdən? Nə etməli olduğunuzu deyim sizlərə. 2023-dən bəri olan qəbul imtahanının suallarına baxın. Hətta 22-dən də başlaya bilərsiniz. 22, 23, 24, 25 bu qəbullara baxın. Çünki bu qəbullar ondan əvvəlki qəbullardan qat-qat fərqlənir. Bu qəbullarda artıq sualların səviyyəsi biraz daha çətindir və biraz daha düşündürücü suallar var. Xüsusilə 24-cü və 25-ci ilin qəbullarına mütləq baxın. Ola bilsin ki, birə-bir oradan sual düşdü. Ola bilsin ki, ona bənzər çoxlu sayda suallar düşdü. Həmçinin Dövlət İmtahan Mərkəzinin keçirdiyi sınaqlara da baxmalısınız mütləq. 22, 23, 24, tapa bilsəniz 25, çünki kompüter qarşısında oldu deyə tam dəqiq sualları belə deyə bilmədik. Biz kompüterdə verdi uşaqlar, ona görə kağız forması çıxmadı. Məntiqdən bu qədər məncə kifayət etmiş olar. Yəni, məntiq sonuçda oturub düşünüb yazacağıq. Əsas məsələ budur. İnformatikadan nə edə bilərsiniz? İnformatikadan başıma belə bir hadisə gəldi, mən sizə danışım. Tələbələrdən bir neçəsi deyir ki, müəllim, biz 2023-ün, 22-nin, hətta deyən var ki, 2016-nın, 17-nin qəbullarından 20-dən çox yazırıq, amma fərqli bir sınaq görən kimi, məsələn, 90 sınaqdan bir sınaq işləyən kimi avtomatik aşağı düşür. Baxın, siz o sualları daha əvvəl mövzu testləri işləyərkən görmüsünüz deyə, elə bilirsiniz ki, 20-ci ildə, 21-ci ildə, 22-ci ildə, lap elə 23-cü ilin özündə gördüyünüz suallar kimi birə-bir o suallardan düşəcək. Amma halbuki bir dənə sözü dəyişən kimi artıq sual başqa cürə olmuş olur. Ona görə nə etməlisiniz siz informatikadan? Yəni, o nəticələrə belə deyək, aldanmayın. Deməyin ki, mən burada 20 yazıramsa, bəhsimdir mənim, gəlib orada 20 yazacağam. Yox, axıra qədər, son günə qədər oxumaq lazımdır ki, dəqiq məlumatları əldə etmiş olaq.
İnformatikadan da belədir ki, yəni birinci turda da məncə çox çətin suallar yox idi. Əlbəttə, bir balaca sizi yoran suallar olacaq. Nə deməkdir bu? Məsələn, bu il sizin qəbul imtahanında, yəni birinci cəhd imtahanında düşən PowerPoint sualı açıq suallardan biri idi. Yadınıza gəlirsə, əgər gəlmirsə də kağız sizdə var, sual kitabçası, gedin baxın. Kifayət qədər diqqət və dəqiqlik tələb edən bir sual idi. Çünki açıq sual 5-6 dənə bənd idi. Onlardan seçmək lazım idi. Ondan əlavə, yadıma gələn hələ ki bir dənə o idi. Daha sonra header footer, aşağı-yuxarı sərlövhəyə aid. Əslində o sualı bir balaca düşünən tələbə dərhal insert götürməzdi. Çünki orada demir əlavə etmək, düzəltmək. Yəni yenə də gözləyirəm ki, konkret sual deməyim. Konkret gözləyirəm ki, 3-4 dənə sualda sizdən yüksək dəqiqlik tələb edilsin. Yəni yaxşı oxuyandan, belə deyək, orta və zəif oxuyan arasındakı fərqi təyin eləmək üçün o sualları gözləyirəm. Amma yenə də əlbəttə ki, informatikadan çox asan suallar düşəcək. Nə bilim, EHM düşə bilər, kompüterin arxitekturası, strukturu nədir, Neyman arxitekturası nədir, giriş-çıxış qurğuları, yəni onlar hamısı bir A4 vərəqinə çıxa biləcək məlumatlardır da. Məqsədiniz əgər 20-dən yuxarı yazmaqdırsa, mümkün olduğu qədər qəbulları da işləmisinizsə, təkrar işləməyin, əzbərləməyin bir faydası yoxdur. Bir balaca fərqli suallara baxın. 90 sınaq test toplusunda çətin sınaqlar var idi. Onlara baxın, görün hansındasa nəticəniz aşağı gəlibsə, görün nələri səhv etmisiniz. Bu formada baxsanız, məncə daha yaxşı olmuş olar. Bir də şəbəkə mövzusudur. Access, yəni verilənlər bazasıdır və Windows-dan çalışın ki, çoxlu sayda testlər işləyəsiniz ki, düşə biləcək bir balaca fərqli sualları tez bazar əldə eləyə bilərsiniz. OSI modellərinin mütləq 7 səviyyəsinin 7-sində nə iş gördüyünü və hansı protokol istifadə edildiyini mütləq öyrənin. İnternet texnologiyalarıdır, lokal şəbəkə texnologiyalarıdır, internet xidmətləridir. Birinci turda da görürsünüz, TCP-də düşdü. TCP protokolu nə iş gördüyünü düşdü. Bundan əlavə qlobal şəbəkələrdən də Usenet, Jopper, ondan sonra Telnet, bunların nə iş gördüyü də düşdü ki, onu mən sizə daha əvvəl 90 sınaq test toplusunda göstərmişdim birə-bir. Yəni informatikadan da çoxlu sayda testlər işləyin və zəif bildiyiniz mövzuları mütləq təkrar oxuyun. Day demirəm Windows-u götürün 30 səhifə 3 günə oxuyun, o qədər vaxtınız yoxdur. Amma çoxlu sayda test işləmək önəmlidir. Təbii ki, xarici dildən nə etməli olduğunuzu, sözün açığı sizlər daha yaxşı bilirsiniz məndən. Çünki xarici dildən mənim sizə tövsiyə edə biləcəyim odur ki, əgər minimum 5 dənə istəyirsinizsə, heç olmasa müəllimlərinizdən tövsiyə edin ki, nəyə fikir versə mən 5 dənə yaza bilərəm. Daha çoxunu istəyirsinizsə, əlbəttə ki, o zaman söz bazanızı son bir həftədə nə qədər artıra bilirsinizsə, bir o qədər artırın, bir də sürətinizi artırın. Çünki reading zamanı əlbəttə ki, adamın fikri bir də görürsən, oxuyursan, gedirsən, gəlirsən, vaxt çox gedir. Bir də bunu nəzərə alın. Ümumi son həftə çox maraqlı, çox həyəcanlı keçəcək və canlı yayımlarda mümkün olduğu qədər çalışacağam olum, amma əlbəttə ki, hər gün olmayacaq. Sizlərə lazım olan, faydalı ola biləcək sualların, qəbulların izahlarını yenə də vermiş olacağıq. Belə, əsas odur ki, nə edirik? Əsas odur ki, motivasiyalı oluruq, diqqətli oluruq, disiplinli oluruq. Son günə qədər sözün məcazi mənasında, həqiqi mənasında, sözün məcazi mənasında savaşırıq. Özümüzlə də bir balaca dostlarımızla da imkan vermirik ki, nə bizi həvəsdən salsınlar, nə də bizi dərsdən ayırt edə biləcək bir şey yaparsınlar. Gedək domino oynayaq, olmaz. Gedək mola, nəsə paltara baxaq, çantaya baxaq. Qətiyyən belə şeylərdən uzaq dururuq. Zaten son bir həftədir. Bu imtahanda verəndən sonra artıq ixtisas seçimi gəlir. O da iyul ayında olacaq. Gör nə qədər arada müddət var. O da cəmisi bir həftə olur, yekunlaşır və magistr adını qazanarsınız. Yəni çoxlu sayda tətilə günləriniz qalmış olacaq. Əsas odur ki, son bir həftəndə mütləq çalışın, yuxu rejiminizə mütləq fikir verin. Gündə 3 saat yatmaq, 4 saat yazmaq bundan sonra eləməyin. 6 saat, 7 saat yatın, amma o qalan ərəfədə, yəni 17-16 saat ərzində də heç olmasa bir 10 saatın, 11 saatın, təbii ki, o qalan 17 saatını oxuya bilməzsiniz. Bunun yeməyi var, telefonla məşğul olasınız, əl vərdişimizdir artıq telefon. Ona görə nə edirsiniz? Heç olmasa 10 saat, 11 saat dərslə məşğul olun ki, və imtahanda da bunun qarşılığını görə biləsiniz. Hər birinizə uğurlar arzu edirəm. Ümid edirəm ki, istədiyiniz nəticəni toplayasınız. İmtahandan sonra da buradayam. İxtisas seçimi zamanında sizlərlə olacağam. Nə köməkliyi lazımdırsa, hər birini edəcəyik. Siz də canlı yayımları izləyin və növbəti canlı yayımda o zaman görüşərik deyək. Sağ olun, özünüzə yaxşı baxın.